Kürdəmirdə yetkinlik yaşına çatmamış şəxslə cinsi əlaqədə olmaqda təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Lentaz xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən təqsirləndirilən şəxs 6 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə istintaqı zamanı məlum olub ki, 14 yaşlı qız başqa şəxslə də pul qarşılığında əlaqədə olub. Məhkəmə işin araşdırılması ilə bağlı istintaqa təqdimat verib. Məlum faktla bağlı 14 yaşlı ana sığınacağa Körpə isə uşaqlar evinə yerləşdirilib. Qeyd edək ki, hadisə bu il Kürdəmir rayonunda baş verib. 14 yaşlı qız özündən yaşca böyük şəxslə dəfələrlə cinsi əlaqədə olub və uşaq dünyaya gətirib. Təqsirləndirilən kişi Cinayət Məcəlləsinin 152.4.1-ci maddəsi ilə ittiham edilib.